Deməli, sual verilir, yas məclislərində Fatihə vermək məfhumu barədə, ümumiyyətlə, Fatihə vermək İslam dininə mənsub edilir, doğrudur, doğru deyil və ölüyə onun hər hansı bir faydası olunur. Elhamdülillah və salatu və selamu ala Rasulillah, əmmə ba'd. Yəni, Fatihə surəsinin yaslarda, qəbirstanlıqlarda və yaxud digər məclislərdə oxunmasına heç bir dəlil, sübut, əsas yoxdur. Mən belə hesab edirəm ki, o vaxtı insanlar duaları bilməyiblər və Fatihə surəsi universal bir duaya çevrilir. Fatihə surəsinin ölüyə aid bir hissəsi yoxdur. Fatihə surəsi iki hissədən ibarətdir. Bir hissəsi Allaha tərifdir və ikinci hissəsi isə insan özü üçün dua edir. Elə çıxır ki, insan o yasda Fatihə verəndə özü üçün dua edib gedir. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Aləmlərin Rəbbi olan Allah həmdə layiqdir. Elhamdülillahi Rabbil alemin mənası aləmlərin Rəbbi olan Allah həmdə layiqdir. Həmdə layiq olan aləmlərin Rəbbi olan Allahdır. Aləmlər, aləm sözünün cəmidir. Mən də o aləmlərdən biriyəm. Allah Teala mənim də Rəbbimdir. Elə bir ki, Fatihə surəsini oxuduqca insan Rəbbini tərif edir. Allah Teala özünü tərif edir və həmçinin bizə də özünü tərif etməyi öyrədir. Elhamdülillahi Rabbil alemin. Ar-Rahmanir-Rahim. O Rahman və Rəhimlidir. Rəhimli və mərhəmətlidir. Maliki yevmiddin. O haqq hesab gününün, qiyamət gününün sahibidir. Və sonraki ayədə gəlir ki, İyyəkə nə'budu və iyyəkə nəstə'in. Yalnız sənə ibadət edirik və yalnız səndən yardım diləyirik. Və ikinci hissə gəlir ki, dua. İhdinə sıratal müstəqim. Bizi doğru yola yönəlt. Sıratallezine en'amte aleyhim. Nimət verdiyin kəslərin yoluna yönəlt. Gayril məğdubi aleyhim vələddallin. Qəzəbə düşər olanların və azanların yoluna yox. Deməli, bir insan yasda Fatihə surəsini oxuyursa, özü üçün dua edib gedir. Amma Peyğəmbər s.ə.v sünnəsində hər bir yer üçün dua gəlir. Hətta qəbirstanlığa girəndə belə Peyğəmbər s.ə.v etdiyi dualardan Əssəlamu aleykum ya əhlə diyari minəl mu'minin vəl müslimin. Ey müsəlmanlardan və möminlərdən olan qəbirstanlıq əhli isə salam olsun. İnnə inşəallahu bikum lələhiqun. İnşallah biz də sizin arxanızca gələcəyik. Nəsəlullaha lənə və ləkumul afiyyə və Allahdan bizim və sizin bağışlanmağınızı istəyirik. Burada dua var. Burada insan həm özü üçün dua edir və həmçinin ölülər üçün də dua var. Amma gedib qəbirstanlıqda Fatihə surəsini oxuyursa, burada ölüyə aid heç nə olmadı. İnsan özü üçün dua edib çıxıb gedir. Ona görə, gərək insan dinini öyrənsin ki, nə olar, nə olmaz. Əgər dində olmayan bir şey edərsə, ona heç bir savab çatmır. Və üstəlik insan, günah qazanır. Fatihə surəsi ümumiyyətlə Quranda ən əzəmətli surə adlanır. Ən əzəmətli surədir. İbn-i Qayyim Rahimullah deyir ki, Qur'anın mənası Fatihə surəsinə qayıdır və Fatihə surəsinin mənası İyyəkə nə'budu və iyyəkə nəstə'in ayəsinə qayıdır. Təriflə duanın arasında olan bir ayə. İyyəkə nə'budu və iyyəkə nəstə'in. Yalnız sənə ibadət edirik və yalnız səndən yardım istəyirik. Səndən başqasına ibadət etmirik və səndən başqasından yardım diləmirik. Və bu da Fatihə surəsinin sirri sayılır və ona görə də insanın da bu dünyadakı əməlləri, gedişatı bunun üzərində olmalıdır. İbadət və yardım. Etdiyi əməlləri yalnız Allah üçün etməli
və həmçinin yardım istədiyi zamanda yalnız Rəbbindən yardım istəməlidir. Və ona görə Fatihə surəsinin yaslarda, toylarda və yaxud yemək yedikdən sonra Fatihə, yəni buna heç bir dəlil, əsas yoxdur. Bunu nə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm, nə də imamlardan heç biri bunu etməyib. Yəni bu sonradan kiminsə özündən çıxartdığı bir şeylərdir. İxlasla.com saytı tərəfindən təqdim olundu.